Bugün dekabrın 20-si tarixi qəhrəman şəhidlərimizdən Lənkəran şəhidimiz Vilvan kəndinin igidi Qalib Zülfiqarlının dünyaya gəldiyi gündür. Hal-hazırda onun məzarının yanında dayanmışıq. Yaşasaydı əgər bugün 33 yaşını qeyd edəcəkdi. Cənnətə subay köçən şəhidlərimizdən biridir qalibimiz. Ruhu şad olsun. Necə ki biz yaşayırıq, bizim ölməz şəhidimiz də qəlbimizdə yaşayacaq. Cənnətdə dəyişməyən doğum günün mübarək olsun iqidəm. Bugün sənin ziyarətinə Mədəniyyət İdarəsinin nümayəndələri ilə birlikdə həm evinin ziyarətinə, evimizin ziyarətinə, həm məzarının ziyarətinə gəlmişik, həm də abidəni ziyarət etmişik. Bugün sənin xatirənə Şağlasər Kənd Kitabxanasında tədbir təşkil eləmişdik. Gülnaz xanım həmin kitabxananın əməkdaşı yanımızdadır. Bir neçə gün bundan əvvəl də Vilvan Kənd Kitabxanasında sənin xatirənə tədbir təşkil eləmişdik. Həmin kitabxananın direktoru Şövqə xanım da yanımızdadır. Və bizim Lətif müəllim kəndin ziyalısı, Şağlasər Mədəniyyət Mərkəzinin keçmiş müdiri, direktoru. Keçmiş direktor olsa da çox böyük işlər görüb. Demək olar ki, Lənkəranı tanımayan yoxdur. Allah uzun ömür, can sağlığı versin sizlərə. Təşəkkür edirəm ki, həm şəhid ailələrinə mənəvi dəstək olursunuz, şəhidlərimizi unutmursunuz, unutdurmursunuz. Və eyni zamanda şəhidimizin atası ilə, anası ilə yanaşı hal-hazırda yanımızda dayanan körpələr də Vilvan Kənd Kitabxanasının fəal oxucularıdır. Əgər burada Layin əmi sözünüz varsa, əvvəl sizi eşidək. Pərvanə anamız şəhidimizin anası. Çox sağ oldu bilən, xoş gəlmişsiniz. Həmişə bizi yad edirsiniz, Allah razı olsun. Şəhidimiz həmişə ucalardadır, biz onun ucalında görürük. Çox sağ olun. Allah sizlərə səbir versin. Və Lətif müəllim, buyurun, bir iki kəlmədə sizi eşidək. Hanım, birinci siz hoş gelmişsiniz. Şəhid ailələrini axtarırsınız. Onları yad edirsiniz. Buna görə sizə təşəkkür edirəm. Allah bu şəhid balamıza da rəhmət eləsin. Ata-anasına səbir versin. Allah rəhmət eləsin. Amin inşallah. Gülbəniz xanım. Mən də Esmirə xanım sizə təşəkkür edirəm ki, hər zaman şəhidləri yad edirsiniz, onları unutmağa qoymursunuz. Onların haqqında kitablar yazırsınız, xatirələrə onların adlarını həkk edirsiniz. Bizim də borcumuzdur şəhidləri hər zaman yad eləmək, onları unutturmağa qoymayaq. İnşallah da unutmayacağıq. Allah sizə can sağlığı versin ki, bundan sonra da bu işlərin davam eləyəsiniz. Təşəkkür edirəm bir daha, sağ olun, çox sağ olun. Şəhidimizə də Allahdan rəhmət diləyirəm. Atasına, anasına, ailəsinə, yaxınlarına səbir diləyirəm. Allah sizlərə səbir versin. Amin inşallah. Buyur Yusif Balaq, şeirin səsləndir. Qürurumsan ay oğul, səninlə fəxr edirəm. Sən qələbə sevinci yaşatmısan millətə. Səndə olan mərdliyə, səndə olan hünərə. Hər kəs heyran qalmışdı, səndə olan qeyrətə. Aprel döyüşlərinin qığılcımı sən oldun. İllərdir əsir olan torpaqlar xilas oldu. Sənin də qisasını aldılar o döyüşdə. Hətta Lələ təpədə şəkillərin qoyuldu. Neçə kitabın qəhrəmanına döndün. Səndən yazdı şairlər, sənə şeirlər dedi. Məktəbdə şagirdlərin əzbərinə çevrildin. Qalib adlı mahnılar, hekayələr söyləndi. Əhsən. Buyur balacığımız. Vətən torpağında şəhid oldunuz. Ellər sizə ağlar şəhidlər. Qəlbi əbədi olaraq dastan oldunuz. Ellər sizə ağlar şəhidlər. Qəlbinizdə eşqini gizli saxladınız. Ömrünün sonunu nə tez haqladınız. Ellər sizə ağlar şəhidlər. Son görüş yerini bahardan saldınız.
Eller sizə ağlar şəhidlər. Təşəkkür edirəm hər birinizə. Qəhrəman şəhidimizin ruhu şad olsun, cənnətdə görüşməyən mövzuda.